Salam əziz dinləyicilər, Valideyn Saatında yenidən sizinləyik. Uşaqlarımızı böyüdürük, onların yaxşı oxumasını, tərbiyəli olmasını, uğurlu olmasını istəyirik. Amma bəzən ən vacib sual unuduruq, uşaq həqiqətən sağlam böyüyürmü? Sağlamlıq deyəndə çox adam xəstə olmasın deyə düşünür, amma bu eyni zamanda düzgün qidalanma, emosional rahatlığı, düzgün inkişafı və valideyn yanaşmasıdır. Bugün bu mövzunu bizimlə birlikdə açmaq üçün studiyamızda həkim pediatr qonağımız var. Valideynlərin tez-tez müraciət etdiyi bir mütəxəssis qonağımızdır. Bir saylı uşaq poliklinikasında fəaliyyət göstərən həkim pediatr Şahsənəm Yusifova qonağımızdır. Xoş gəlmisiniz doktor. Xoş gördük. İlk öncə dəvət üçün təşəkkür edirəm. Pediatr olaraq valideynlər qarşısında çıxış etmək, valideynlərə müraciət etmək, yəni onlara məsləhətlər vermək həm məsuliyyətli, həm də çox xoşdur. Siz bayram günlərində özəlliklə insanların kiçik yaşlı övladları olan valideynlərin ən çox axtardığı, sual verməli olduğu mütəxəssissiniz. Mən istəyərəm əvvəlcə belə bir sadə sualla başlayaq. Ümumiyyətlə sağlam uşaq deyəndə biz nə nəzərdə tuturuq? Ümumiyyətlə sağlam uşaq deyəndə biz həm fiziki, həm zehni, həm emosional olaraq tam inkişaf etmiş uşaq nəzərdə tuturuq. Bəli. Sağlamlıq təkcə xəstəliyin olmaması deyil, bu həm də ki tam yanaşma tələb edən bir məsələdir. Yəni uşaqların böyüməsinə həm poliklinik xidmətlərin, həm peyvəndlərin vaxtı-vaxtında olması, həm profilaktik müayinələrin aparılması əhəmiyyətli yer tutur. Peyvənd qeyd elədiniz. Elə bax, istəyirəm ki, bizim dinləyicilərə də vurğulayaq ki, uşağın sağlam böyüməsi üçün ilk 5 ildə ən kritik faktorlar hansılardır? İlk öncə peyvəndlərə toxunmaq istərdim. Bir də sevindirici haldır ki, bizim ölkəmizdə uşaqların tibbi müayinəsi dövlət xəstəxanaları və poliklinikalarında qeyd etmək istəyirəm ki, tam ödənişsiz həyata keçirilir və həm də Milli Peyvənd təqviminə əsasən uşaqların immunizasiyası proqramı həyata keçirilir. Xüsusi yanaşma tələb edən bir mövzudur. Burada dövlət poliklinikalarında tam ödənişsiz olaraq yüksək keyfiyyətli Avropa istehsalı olan preparatlardan istifadə olunur və bizim bir saylı uşaq poliklinikası da bu işə çox diqqətlə yanaşır. Vaxtı-vaxtında valideynlərlə söhbətlər aparılır, təşviq edici tədbirlər həyata keçirilir və uşaqlar həm peyvəndlərin vurulması üçün, həm də ki profilaktik müayinələrdən keçmək üçün poliklinikaya dəvət olunur. Deməli, ilk 5 ildə bəli, çox düzgün vurğuladınız ki, çox əhəmiyyətli uşağın həyatının çox əhəmiyyətli yaş dövrüdür. Burada birinci ildə əsasən uşağın sürətli böyüməsi və inkişafı baş verir və mən hətta deyərdim ki, uşaqların sağlamlığına nəzarət hamiləlik dövründən başlayır. Bəli, hamilə qadın artıq öz məsuliyyətini dərk eləməlidir. İstər aktiv həyat, qidalanmasına nəzarət, həkim nəzarətində olub, həkimin təyin etdiyi vitaminlər, mikroelementləri qəbul etməli, vaxtı-vaxtında pis vərdişlərdən uzaq olmalıdır. Burada əlbəttə ataların da üzərinə böyük məsuliyyət düşür ki, ana stres keçirməsin, stressdən uzaq olsun və ilk 6 ayda ən vacib faktor uşaqların sağlamlığında ana südüdür. Ana südü həm uşağı böyümə faktorları ilə, vitamin, zülal, minerallarla təmin edir, həm də ki, uşaq və ana arasında bağın, emosional bağın qurulmasına xidmət göstərir və immun sisteminə böyük dəstək verir. Qidalanma deyəndə 6 aydan sonra isə artıq əlavə qidaya keçid dövrü başlanır və etaplı, balanslaşdırılmış qidalanma uşaqların menyusuna daxil olunur. Doktor, bu qidalanma mövzusunda həm biraz 6 aydan sonra qidalanmaya toxunaq istəyərəm. Eyni zamanda ümumiyyətlə uşağın immuniteti və inkişafı üçün gündəlik qidalanmada nələrə diqqət olunmalıdır? Qidalanma çox vacib bir faktordur uşağın böyüməsində, inkişafında. Ümumiyyətlə, uşağın boşqabı nə qədər rəngarəngdirsə, onun immun sistemi o qədər güclüdür. Yəni, valideynlər çox vaxt müraciət edirlər, doktor, uşağın immuniteti üçün dərman, yaxud da hansı vitamin kompleksi yaz. Amma mən təkid edirəm ki, həmişə öz praktikamda birinci qidalanmaya diqqət edirsinlər. Xüsusilə məktəbə qədər və məktəb yaşı uşaqların qidalanmasıdır ki, burada qeyd etmək istəyərdim ki, fast foodlar, qazlı şirin içkilər, çipslər, hazır qidalar, şirniyyatlar, bəli, modifikasiya olunmuş, geni dəyişdirilmiş qidalar, yəni valideynin iradəsinə asılı olmayacaq şəkildə, məsələn, böyük yaşlı uşaqlar alıb özləri məktəbdə məsələn. Mən məsləhət görərdim ki, ümumiyyətlə heç məktəblərdə bunun satışı qadağan olsun. Bəli. Uşaqlar əldə eləyə bilməsinə. Bir də ki, valideynlər özü uşaqlara necə deyim, bir nümunə olmalıdır. Valideyn özü yeyib uşağa yemə demək
Bu necə ki, valideyn özü sosial media istifadə edib uşağa kitab oxu deyə bilməz, özü nümunə olmalıdır. Bu da onun kimi. Xüsusilə də bu bayram günlərində valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, uşaqların qidalanmasına diqqət yetirsinlər. Bayramda şirniyyat, şəkər bura, baklava, qoğa, bunlardan əlbəttə istifadə eləsinlər, yesinlər. Bunlar bizim milli şirniyyatımızdır. Uşaqlar tanımalıdır, dadmalıdır, ancaq qaydasında. Çünki tərkibinə daxil olan allergiya verən allergenlər var. Məsələn, qoz güclü allergendir. O az istifadə eləsin. Hər valideyn öz övladını tanımalıdır və ona uyğun davranmalıdır. Bayramdan sonra biz çox fəsadlarla üzləşirik pediatr olaraq. Ona görə mən məsləhət görərdim ki, özləri daha diqqətli yanaşsınlar, profilaktik tədbirləri görsünlər. Bax, məktəbə qədər dövrdə dediniz də, bəs onda qidalanma porsiyası necə olmalıdır? Məktəbə qədər dövrdə porsiya, yəni uşağın tələbatına uyğundur. Konkret olaraq biz deyə bilmərik hansı qidada neçə qram qidalanmalıdır. Çünki hər uşağın morfotipi ayrıdır, tələbatı ayrıdır. İdmanla məşğul olan uşaq var və yaxud da daha passiv uşaq var. Ona uyğun olaraq qidalanmalıdır. Amma mütləq olaraq balanslı şəkildə zülal, karbohidrat, yağ, mikroelementlər və ələlxüsusda tərəvəzlər uşağın hər gün yeməyində, boşqabında olmalıdır. Bayaq dediniz, rəngli olmalıdır uşağın boşqabı. Həm də bu uşağı cəlb eləyir. Az yaşlı uşaqları. Bir çox valideynlər və analar, gənc analarda diqqət edirəm ki, uşağı tərəvəzi sevdirməyə çətinlik çəkirlər. Bir də hazır blenderdan keçirilmiş qidalara meyllənirlər deyə uşaqlarda çeynəmə problemləri olur. Yəni bu haqqda nə deyə bilərsiniz? Əlavə qidaya 6 ayından başlayırıq və valideynlərə təklif olunur ki, blenderdan istifadə olmasına, çəngəl vasitəsilə əzib uşağı yedirilsin, qidalandırsın. Çünki yavaş-yavaş dişlər çıxmağa başlayır və uşaqda çeynəmə refleksi formalaşsın. Biz özümüz öyrədirik, rahat. Təbii ki, bütün uşaqlar da ağıllıdırlar, yəni daha rahata qaçırlar. Bəli. Bəzən valideynlər deyir ki, məsələn, uşaq heç nə yemir. Baxırsan ki, ancaq makaronla qidalanır və ya ancaq çörək yeyir. Yəni bu həqiqətən uşaqda yemə pozuntusudurmu, yoxsa bir yanaşma məsələsidir? Bu ümumiyyətlə yanaşma məsələsidir. Çünki qida pozuntusu, anoreksiya dediyimiz yemək pozuntusu, hipotrofik uşaqlar bu ümumiyyətlə yeməkdən imtina edən uşaqlardır. Bu uşaqlar seçici davranır. Çünki bunlara bu təqdim olunur. Uşaq bilir ki, yeməsə un və un məmulatları, şirniyyat, makaron təqdim olunacaq. Ona görə də o seçici davranır və dediyim kimi ilk 6 ayda əlavə qidaya başlayarkən biz öncə tərəvəzdən başlamalıyıq. Tərəvəzi uşağa sevdirməliyik, sonra şirniyyatı, şirin meyvələri sevdirməliyik. Bəli. Valideyn özü sevdirməlidir. Valideyn ona təklif edir, digər yəni ac qalmasın deyə əgər valideyn təklif edirsə, təbii ki, uşaq da bilir ki, buna yox desə dalınca makaron gələcək. Bayaq dediniz ki, valideynlər istəyir ki, vitamin və ya əlavələr versinlər və bu mövzu çox aktualdır analar arasında. Yəni hər uşağa vitamin vermək lazımdırmı, yoxsa bu fərdi yanaşma tələb edir? Əgər uşaq özü tam sərbəst qidalanmaya sahibdirsə, yəni qidalanması mümkündürsə, biz kənardan ona əlavə qida əvəzedicilər verməməliyik. Özü bu vitaminləri, mineralları əgər tərəvəz və yaxud da meyvə ilə qəbul edə bilirsə, rahat yola qaçmaq lazım deyil. Valideyn birinci özü səy göstərməlidir ki, uşaq balanslı şəkildə qidalansın, yuxusu normal olsun, aktiv həyat şəraiti keçirsin. Aktiv həyat kiçik yaşlı uşaqlarda həm motor inkişafı, psixomotor inkişafı dəstəkləyir. Böyük yaşlı uşaqlar məsəl üçün yeniyetmələrdə iştahı da nizamə salır, üstəlik yeniyetmə dövrünün rahat keçirməsi, psixoemosional stabillik, sosiallaşmaq üçün böyük əhəmiyyətə sahibdir. Yəni tək vitamin və balıq yağı, minerallar onu qəbul etməklə sağlamlıq qorunmur. Bu balans deyirsiniz ki, həm açıq havada, həm yuxu rejimi, həm balanslı qidalanma və mən istəyirəm bunların hər birinə ayrı-ayrılıqda toxunaq. Yəni yuxu rejimi, yəni son zamanlarda mən çox valideynlərdən eşidirəm ki, uşaqları axşam vaxtı yatmır, yatsıdıra bilmirik. Yəni saat 11, 12, hətta 1-ə qədər yatmayan körpələr var və o yuxu rejimi pozulur. İstər-istəməz səhər bağçaya gedəndə, məktəbə gedəndə uşaqda çətinlik yaranır. Bununla bağlı nə tövsiyələr verə bilərsiniz? Bununla bağlı deyə bilərəm ki, yəni valideynlər rəqəmsal dayələrdən, telefon, televizor, gadjetlərdən çox istifadə eləyir. Uşağın
yatmamasına böyük səbəblərdən biri odur. Və vaxtında yuxu rejimi qurulmayıb uşaqlarda. Ümumiyyətlə somatotrop hormon, yəni böyümə hormonu saat 22-dən saat 2-yə qədər sintez olunur. Ondan 2 arasında, bəli. Bu bütün uşaqlar saat 22-də artıq yataqda olmalıdır və yatmazdan əvvəl 1 saat əvvəl telefon, televizor söndürülməlidir. Çünki bu mavi ekran, işıqlar, rənglər uşaqların beynində oyanıqlığa səbəb olur. Ona görə də uşaqlar yata bilmir. Həmçinin melatonin hormonu sintez olunur gecə, axşam 9-dan sonra. Bəli. Və bunun sintezi də pozulur. Belə uşaq gecə yata bilmir. Gecə yata bilməyən uşaq səhər oyanıq olur, hiperaktiv olur, qavraması pozulur, narahat olur və beləcə qüsurlu dövran formalaşır. Ona görə də valideynlər, mən öz praktikamda görürəm, hətta 4 aylıq uşağa məcbur telefon təqdim olunur ki, baxsın, uşaq sakitləşsin. Yəni, başı qarışsın və yeməyini yesin baxaraq. Bunlar rəqəmsal dayə kimi istifadə olunur. Yəni, hətta poliklinikaya qəbula gələn uşağa da ağlayanda ana telefonu məcbur verir ki, bax buna bax. Başqa cür məşğul olmaq, sakitləşdirmək istəmir. Ona görə də uşaq aktiv olur, yorulur beyni. Bəli, yaşından asılı olmayan nə qədər informasiya qəbul edir. Hətta 4 aylıq uşağı heç təsəvvür edə bilmirəm. Bəli, mən birinci dəfə gördüm, 4 aylıq. Mən də dəfələrlə şahid olmuşam. Halbuki dəfələrlə ən azı heç olmasa 3 yaşına qədər uşaqları gadjetlər, telefonla tanış etməyin, mavi ekrandan tanış etməyin deyirik. 3 yaşdan da sonra onun yaşına uyğun dəqiqələrlə verilməsi məsləhətdir və baxdığı içərik valideyn tərəfindən nəzarətində olmalıdır. Məsələn, 15 dəqiqə ərzində baxırsa, hansı cizgi filminə baxır, orada cizgi filmində bir-birini ardıcıl olaraq nələr təkrarlayır. Yəni, bəzi cizgi filmləri var ki, şəxsən mən özüm baxanda bir qarışıq emosiyalara sahib oluram. Bir də uşaq ondan necə emosiyalar alır. Yəni, bunu valideynlərə və telefonla izləyərək yemək yeməkdən də istəyərəm danışaq ki, hansı ki, doyma refleksi uşağa getmir və istər-istəməz və doyduğunu da bilmir. Sadəcə o emosional yemir də. Bu haqda siz daha danışa bilərsiniz. Valideynlər çox vaxtı, demək olar ki, çox faiz valideynlər bu cür istifadə eləyir. Bu uşaq nə yeməyin dadını başa düşmür, anlamır, nə də ki, doyduğunu, doymadığını, nə yediyini bilmir. Yəni, gələn dəfə verəndə uşaq bilmir nə təqdim olunur. Təqdim olunan yeməyin dadını bilmir. Bir də ki, televizor, gadjetlərdən istifadə uşaqlarda neyronların inkişafını pozur, neyronlar arası əlaqəni pozur. Ona görə də uşaqlar praktikamda rast gəlinib, mən özümdə də dəfələrlə görmüşəm, 3 yaşı var, tək-tək sözlər deyir. Yəni, nitq inkişafının geriliyinə səbəb olur. Uşaqlar sosiallaşa bilmir. Telefonu götürəndə uşaq bir-birinə oynaya bilmir. Çünki emosiyanı telefondan alır, amma özü ötürmür, özü danışmır, ancaq izləyən tərəf, dinləyən tərəf olduğu üçün uşaqdan danışmaq tələb olunmadığı üçün. Passiv olurlar, kilolu olurlar, piylənməyə səbəb olur. Bir-birinə ünsiyyət qurmağı bacarmırlar uşaqlar. Ona görə də mən kiçik yaşlı uşaqların valideynlərinə nəzərinə çatdırmaq istərdim ki, onların mümkün qədər oyunlar oynasınlar, oyuncaqlar alsınlar yaşlarına uyğun. Bəli. Bu onların həm sensor, həm motor inkişafını dəstəkləyir, həm müəyyən situasiyalardan çıxış yolu tapmağına kömək eləyir oyunlar. Doğrudur. Və doktor, mən özüm ona da diqqət etmişəm ki, oyuncaq seçimini də yaşa görə bəzən edə bilmir valideynlərimiz. 2 yaşındansa oyuncaqlarla oynamalıdır, 3 yaşında və ya eyni zamanda o qədər səsli, hərəkətli oyuncaq alırlar. Uşaq onları sadəcə dağıdır və oynamır. Sonra da valideyn deyir ki, yəni uşaq oyuncaqla oynamır. Çünki onun diqqətini oyuncaqla necə oynayacağını bilmir. Yəni öyrədilmir ona. Bu da diqqət dağınıqlığına səbəb olur. Mən bildirmək istəyərdim ki, bir də, yəni bəzi valideynlər deyir ki, bizim ev oyuncaqla doludur, ancaq uşaq oynamır. Yəni uşaq cəlb eləmək lazımdır oyuncağa. Yaxud da kitabla doludur, oxumur. Siz misal olmalısınız ki, uşaq oxusun. Yaxud da siz oynatmalısınız. O başa düşmür bu oyuncaq necə oynamaq lazımdır. Açıb istifadə eləməlisiniz. Bir yerdə həm bu valideyn uşaq arasında kontaktı, emosional bağı gücləndirir. Həm də ki, uşağa yol göstərirsiniz, öyrədirsiniz ki, necə oynamaq lazımdır. Tamamilə doğrudur. Mən ümumiyyətlə, mənim fikrimcə, üzgüçülük və uşağa az zərərli, ümumiyyətlə 2-3 yaşdan qız uşaqlarına balet, gimnastika oğlanlara, həm qızlara uyğun gəlir, həm bədənlərinin onurğasının inkişafına,
Həm Bəli. bədən quruluşunun inkişafı üçün çox yaxşıdır, üzgüçülük yaxşıdır və döyüş idman növləri. Düzdür, mən sevmirəm. Aha. Amma ki, Uşağın 6-7 xarakterindən də yaş asılıdır bu, temperamentindən də asılıdır. Onu mən də razıyam. Məsəl üçün mən judo idman növünü sevirəm, amma mən ortancıl oğlum 2 il və yaxşı da göstəriciləri var idi, amma istəmədi, yəni onun Çox xarakterinə travmatikdir. uyğun gəlmədi. Yəni bunu uşağın da nə istədiyi və o idmandan Önəmlidir. necə zövq aldığı və ona hansı hədəflər qoyulduğu önəmlidir. Biz təqdim eləyirik, necə deyək, daddırırıq. Biz tanış eləyirik. Sonradan artıq uşağın öz seçimidir. Mən də öz uşaqlarıma həm fortepiano sinfinə qoymuşam, həm rəsm, həm müxtəlif dərnəklərə qoymuşam. İndi özləri seçirlər. Tanış oldu, baxdı, indi özü seçir ki, mən bunu istəyirəm, həvəsim bunadır. Yəni valideynlər də kiçik yaşlı uşaqlarla düzdür, gimnastika, üzgüçülük aparmaq inkişaflarını dəstəkləyir, amma böyük yaşlı uşaqlarda öz fikirləri də əhəmiyyətlidir. Aha, maraqlıdır bu idman mövzusu da və valideynimizin sualına gəldikdə, yəni ondan daha çox idman növünə belə deyək də götürsə, Valideynlə özü məşğul olsun, uşaqla məşğul olsun, ondan sonra çox vaxt keçirsinlər bir yerdə, telefon, televizordan uzaq olsun və idman, açıq havada hərəkət, bu həm də vitamin D-nin sintezinə dəstək olacaq. mən eyni zamanda valideynlərə, xüsusən də gənc analara tövsiyə etmək istəyirəm ki, hər zaman mütəxəssis fikri almaqdan çəkinməsinlər. Məsəl üçün, əgər valideyn düşünürsə ki, bu hiperaktivlik əlaməti ola bilər və ona necə də bunu, yəni bəzən diqqət edirəm ki, elə yazırlar internetdə cavab axtarırlar, amma getdiyi pediatrda doğru yönləndirə bilər də. Yəni ehtiyac varmı psixoloqa və ya psixiatra görsənməyində? Bunu pediatrlar siz yönləndirsinizmi? Necə olur bu proses? Valideyn bəzən gəlir hiperaktiv, özü diaqnoz qoyub, amma gəlir uşaq tam normal aktiv uşaqdır. Yəni bunu həkim özü bu diaqnozu qoymalıdır. Valideyn onu aktiv kimi qəbul edə bilər, amma əsas diaqnozu həkim pediatr qoyur və bir də nəzərlərinə çatdırmaq istəyən valideynlərin uşağın ilk doğulduğu gündən qeydiyyatda olduğu ərazilər üzrə sahə poliklinikalar fəaliyyət göstərir. Bəli. Ona görə ilk gündən etibarən tam olaraq valideynlər müayinələrdə iştirak eləsinlər, həkimləri, pediatrlarla birlikdə uşağın sağlamlığına nəzarət göstərilsin. Təşəkkür edirəm. Bir dinləyici sualımız var. Dəqiqə kömək olsun. Uşağım tez-tez öskürür, amma xəstə kimi görünmür. Bu allergiya əlaməti ola bilərmi? Ola bilər. Allergiya əlaməti ola bilər. Evin şəraitindən asılıdır. Qeyri-qənaətbəxş evdə yaşayıb nəmişlik ola bilər, allergiya ola bilər. Qidalanmasına nəzarət eləmək lazımdır. Yəni həkim baxışı mütləqdir. Allergiya dediniz, evin şəraiti. Bax nələr səbəb ola bilər eyni zamanda? Evdə kif, göbələklər səbəb ola bilər, toz səbəb ola bilər evdə. Yun, xalça, sonra yumşaq oyuncaqlar, yun, yorğan, döşək, bunlar hamısı uşağın necə bilməlidir ki, valideyn uşağında, övladında allergiya var ya yoxdur? Əlamətlərinə görə bilmək olar və əgər genetikasında da varsa ötürülməsi ola bilər. Bir də ki, xəstəlik də ola bilər, allergiya. Onu həkim özü qərar verir. Bu allergik öskürəkdirmi, allergik rinitdirmi, yoxsa xəstəlik viraldırmı? Ondan sonra artıq ən çox uşaqlarda rast gəlinir qida allergiyaları. Qidaları bir-bir eliminasiya eləyərək, çıxaraq, yoxlayaraq ya da allergik panel deyilən bir test var. Onunla da diaqnoz qoymaq mümkündür ki, uşağın konkret olaraq nəyə allergiyası var. Həmin qidanı yaxud da əşyanı kənarlaşdırıb nədirsə o səbəb. Doktor, mən istəyirəm ki, bəzi valideynlər deyir ki, uşağım heç xəstələnmir, deməli sağlamdır. Yəni sizcə heç xəstələnməyən uşaq sağlamdır demək olarmı? Mən heç xəstələnməyən uşaq görməmişəm. Uzun müddət, yəni il ərzində 6-10 dəfə, 6-8 dəfə xəstələnmək, yəni normaldır. Mütləq deyil, amma hamı 6 dəfə xəstələnməlidir, yaxud da 10 dəfə. İmmun sistemi güclü olan, vaxtı-vaxtında peyvəndlərini alan, qidalanması normal olan uşaq
az xəstələnə bilər. Bir də ən çox xəstələnməyə uşaqlar bağça dövründə məruz qalır. İmmun sistemləri aktivləşir, tez-tez xəstəliklərlə üzləşirlər. Ona görə peyvənd vurdurmağa çağırıram valideynləri. Çünki həm yaş dövründən asılı olaraq, həm də ilk dəfə cəmiyyətə çıxdıqları üçün, yəni viruslarla tanış olurlar və az öncə xəstələnməyən uşaqdan danışdıq, bağça dövründə viruslarla tanışlıqdan danışdıq. Bax bu tez-tez xəstələnən uşaqlar üçün valideynlər nəyi dəyişməlidir, nəyə diqqət etməlidirlər? Yəni məsəl üçün elə olur ki, bir ay ərzində ardıcıl bir neçə virusa yoluxur da uşaq. Yəni bax bu nə ilə əlaqəlidir? İlk öncə qeyd etdiyim kimi 6, 8, 10 dəfə xəstələnmə uşaqlarda normaldır. Bəzən valideynlər bunu tez-tez xəstələnmə kimi fikirləşir, amma bu normaldır. Xüsusilə bağçaya başlayan uşaqlar. Əslində valideynlər bundan qorxmamalıdır. Çünki uşaqların immun sistemi artıq bu xəstəliklərlə mübarizə apararaq möhkəmlənir, immunitet formalaşır və gələcəkdə məktəb yaşlı dövrlərində daha az xəstələnəcək bu uşaqlar. Ona görə də narahat olmamaq lazımdır. Dediyim kimi vaxtında uşağı həkimə müraciət etmək lazımdır, pediatra. Təkcə xəstələnəndə yox, həm də profilaktika kimi müraciət etmək lazımdır. Bəli, ilk 1 il ərzində hər ay 1-2 yaş arası hər 3 aydan bir, 2-3 yaş arası isə ildə ən azı 2 dəfə sağlam uşaq belə həkim müayinəsindən keçməlidir. Və onun vəziyyəti, çəkisi, boyu, görmə, eşitmə qabiliyyəti dəyərləndirməlidir. Çünki kiçik bir problem böyük fəsadlara yol aça bilər. Və peyvəndlər vurulmalıdır. Uşağın xəstələnməsinin qarşısını almaq üçün peyvənd vurulmalıdır. Valideynlər peyvənddən qorxur, amma əslində peyvənd uşağın immun sistemini gücləndirir. Uşaq orqanizm bu mikrobu tanıyır. Gələcəkdə məruz qalanda az da olsa elə bil ki, o mikrobla tanış olur. Bəzən valideynlər peyvəndin nə olduğunu tam olaraq anlamadıqları üçün və ya o qorxuya, təşvişə düşürlər ki, peyvənddən sonra övladım xəstələnəcək. Yəni bu qorxu ilə də etmirlər. Bəli, bu qorxu ilə etmirlər və bəzi miflər var. Aha, bəli. Bəli, miflər var, ancaq bu miflər heç biri elmi sübutların əsasını tapmayıb. Heç biri sübut olunmamış miflərdir. Yəni peyvənd olunan günü uşağın iynə nahiyəsində ağrı, yüngül qızartı və yaxud da narahatçılıq ola bilər. Bu da keçib gedir. Bu hər hansı bir reaksiya deyil. Əslində bunu müsbət qiymətləndiririk. Çünki reaksiya verir bədənə. Bədən immun sistem reaksiya verir. Ona görə bu peyvənd də hər hansı bir mikrobun zərərsizləşdirilmiş, kiçildilmiş dozasıdır. Bədən orqanizmə yeridilir ki, bu orqanizm sanki orqanizmə düşmənin şəklini göstərir uşağa. Aydındır, orqanizmə. Düşmə qapıya gələndə orqanizm bu şəkli tanıyır. Yəni buna qarşı antisellər ifraz olunur. Xəstələnmir, yaxud da yüngül xəstəlik keçirdir. Doktor, belə bir sual var. Uşağım tez-tez dırnaqlarını dişləyir, çeynəyir. Bu sadəcə vərdişdirmi, yoxsa hansısa çatışmamazlıq var? Stres əlaməti ola bilərmi? Stres əlaməti də ola bilər, vərdiş də ola bilər. Yəni məsləhət görürəm ki, dediyim kimi telefondan, televizordan uzaq eləsinlər və pediatra müraciət eləsinlər. Ehtiyac olsa o nevroloqa, psixoloqa özü yönləndirəcək. Sonra 3 yaşlı uşağım son vaxtlar tez-tez xəstələnir. Bunun az öncə danışdığımız mövzu ilə əlaqəlidir. Amma hər dəfə fərqli simptomları olur xəstələnəndə. Bu normaldırmı sual verir? Fərqli, yəni hansı simptomlar? Adətən viral infeksiyaların simptomları demək olar ki, eynidir. Bu fərqli deyəndə nəyi nəzərdə tutursunuz? Yəqin bilmirəm. Birində öskürür, bir dəfə temperaturu olur, birində olmur. Ola bilər, kataral əlamətlərdir bunlar. Yəni hər dəfə müxtəlif cür ola bilər. Temperaturdan da elə danışmışkən, bax temperatur yüksəlməsini nə vaxt narahat eləməlidir valideynləri? Valideynlər 3 aya qədər uşaqları əgər 38 dərəcədən yüksəksə mütləq həkim baxmalıdır buna və ehtiyac olarsa xəstəxana şəraitində müalicə almalıdır. Amma bəzən valideynlər 37-ni keçən kimi, 37 dərəcəsini keçən kimi bəli, əslində bu bədənin özünün immun reaksiyasıdır və virusla mübarizəsidir. Biz imkan vermirik ki, bədən infeksiyayla mübarizə aparsın. Nəzə 38-dən sonra? 38-dən sonra bir də anamnezində 6 aydan 6 yaşa qədər uşaqların febril qıcolmalar olan uşaqlarsa, bəli, narahat olmağa dəyər. Çünki təkrarlana bilər. Amma digər vəziyyət 38-dən sonra, 38 dərəcədən sonra artıq yəni hər hansı bir tədbir görmək olar. O da ilk öncə mən istərdim valideynlərə deyim ki,
fiziki üsullarla temperaturu salmağa çalışsınlar. Məsələn? Sərin duş qəbul eləsin, tez-tez az-az su, maye qəbul eləsin, yaxud da səthi venalarını sərin kompreslər adi su ilə kompreslər eləsinlər. Düşməsə, adətən belə olduqda düşür. Mən Və uşaqlara öyrətmişəm, çoxlu maye içirlər, Maye su. içir, düşür. Hətta özləri belə hiss eləyəndə tez başlayırlar çoxlu su içməyə ki, temperaturum düşsün. Bəli, dərman ən axırıncı. Aha, aydındır. Elə hərarətlə bağlı sual var ki, uşağımın hərarəti qalxanda dərhal salmağa çalışıram. Elə bu haqqda danışırıq biz də. Amma deyirlər ki, hərarət bədən müdafiəsidir. Elə həkim də az öncə bu sualın cavabını vermiş oldu. Demək, əgər uşağın hər hansısa bir necə bir Narahatçılığı yoxdursa, yəni salmağa çalışmırıq, tələsmirik. Gözləyirik ki, fiziki üsulların özü düşsün. Amma gördük ki, yox, artıq qalxdıqca, yəni qalxır, onu mütləq dərman qəbul olunmalıdır. Aha, aydındır. Elə uşaq xəstəliklərindən danışmışkən, biraz da bu su çiçəyi, qızılca, hansı bir uşaq xəstəlikləri daha yaygındır? Yəni bunlardan danışardıq. Əsasən yaz-payız aylarında çiçəklənir bu uşaq infeksiyon xəstəlikləri və qızılcaya qarşı peyvənd aparılır. Valideynlər bunu dövlət milli təqvimə uyğun olaraq peyvənd təqvimi. Hansı yaşda olur qızılcaya qarşı peyvənd? Qızılcaya qarşı 1 yaşda olur və 6 yaşda da təkrarlanır. Bəs su çiçəyinə qarşı peyvənd? Onda bizdə dövlət proqramında yoxdur, ancaq özəl klinikalarda vuruldurula bilər. Aha. Bəs su çiçəyi də eyni qaydada payız, yaz aylarında. Bəli, yaz aylarında əsasən çox intensiv yayılır. Yəni əslində mənim fikrimcə uşaq vaxtı keçirmələri daha yaxşı, təbii immunitet formalaşır. Məsələn, su çiçəyinə qarşı əsasən də qız uşaqlarında gələcəkdə hamiləlik dövründə keçirməyi Mən də bunu bağçalarda valideynlərə hər zaman bildirirəm ki, uşaqlıq zamanında daha yüngül keçirdir. Həm də bilirsiniz, məktəb dövründə istər-istəməz dərslərdən, məktəb proqramından geri qalır və ya uşaq səpkidən utana bilir, izi qala bilir. Amma uşaq vaxtı, yəni rahatlıqla bunu oyun kimi, yəni uşağa da çox da elə bil hiss etdirmədən bu dövrü 14 gün ərzində, düzdürmü? Keçirmək mümkündür. Çox rahat. Qızılca isə peyvənd olunan uşağa çox rahat keçir, ağırlaşmasız keçir. Bəzən heç keçmir. Ümumiyyətlə uşaqlar kontaktda olur xəstələrlə. Bəzən bir evdə belə olur ki, bacı qardaş digəri tutmur. Keçsə belə fəsadsız, rahat, yüngül keçir. İstər səpkinin miqdarı az olur, istər ağırlaşmaları az olur. Ona görə məsləhət görərdim ki, dediyim kimi yenə də peyvəndlər və həkim müayinəsində vaxtı-vaxtında olsunlar. Şəxsən istəyirəm bir də toxunaq. Bu havada istəmirlər valideynlər. O adətimiz yoxdur gəzdirmək. Bax bunun müddəti, lap soyuq havalarda deyirlər ki, gəzdirmək istəmirik, küləklidir. Buna münasibətiniz necədir? Ümumiyyətlə bütün uşaqlar yeni doğulma dövründən başlayaraq 5 dəqiqə müddətindən etibarən yeni doğulmuşlar nəzərdə tutulan havada olmalıdırlar. Təkcə küləkli havada məsləhət görülmür uşağı havaya çıxarmaq. Digər qar, yağış fərqi yoxdur. Bakıda küləklidir onsuz da həmişə. Yəni küləksiz günlərdə deyək, yaxud da külək tutmayan yerlər deyək, onda belə. Bəli. 5 dəqiqədən etibarən təmiz havaya mütləq çıxmalıdır, yeni doğulmuş nəzərdə tutulur. Sonra günbəgün uzadılır və mütləq bütün uşaqlar bayaq qeyd etdiyim kimi fiziki aktiv olmalıdır və xüsusilə də həyətdə. Bu həm vitamin D-nin sintezini artırır, həm də ki uşaqlar həm sosiallaşır, həm aktiv olur, həm müşahidə edir təbiəti, quşu, ağacı, səmanı və həyatda uşaqlarla o qədər maraqlı söhbət eləmək olur. Mən həmişə gənc analara da tövsiyə edirəm. Mən uşaqlarım lap balaca olanda biz elə bil ki, Bakı bulvarının kənarında çıxırdıq. Qağayı, gəmi, böyük gəmi, kiçik gəmi. Nə qədər söz ehtiyatı artırılır, müqayisə eləyir. O böyükdür, bu kiçikdir, səma nədir? Sual verərək öyrənirlər. Bəli, kəşf etmiş olurlar. Biraz da bizim ölkəyə məxsus uşaqları çox həddindən artıq qalın geyindirmək problemi var. Bəli. Yəni mən yenə də demək istəyirəm ki, mən öz övladlarıma heç vaxt qalın geyindirməmişəm də. Yəni onu elə nizamlamışıq, indi heç alışmayıblar. Amma fikir verirəm ki, altı üstünə bir neçə dənə geyim geyindirirlər. Bəli. Bu haqda demək istəyirəm ki, yəni valideynlər narahat olmasınlar. Bizdə nə qədər istidir, soyuqdur, biz temperaturu necə qəbul ediriksə, uşaqlarımız da o qədər qəbul edir. Təkcə körpə uşaqlarda
hələ termorequlyasiya mərkəzi inkişaf etmədiyinə görə onlar özlərinin bədən temperaturunu regulyasiya edə bilmirlər. Yəni ki, özlərini tənzimləyə bilmirlər. Aha. Bu ətraf mühitin, onların bədən temperaturu ətraf mühitin temperaturundan çox asılıdır. Çox geyinəndə isinirlər, yaxud da soyuya bilərlər. Soyumaq özü də bir yaxşı göstərici deyil, ələxüsus körpə uşaqlar üçün. Amma onu da bilməlidir, 22, 24, 26 dərəcədə saxlamaq olar, yəni konkret olaraq 24 orta hesabla 24 dərəcədə saxlamalıdır uşağı. Yəni çox bükmək, bələmək özü də xəstəliyə səbəb olur. Həm uşaq orqanizmi öyrəşir, istəyir, həm də ki tərləyir. Bu özü də bir yəni xəstəliyə səbəb ola bilər. Dinləyicidən sual var ki, körpəmin dərisində sarılıq var və həkim deyib ki, yeni doğulmuşlarda sarılıq ola bilər. Bu nə vaxt təhlükəli sayıla bilər? Sual verir. Yeni doğulmuşlarda sarılığın olması normaldır. 3 günündən başlayaraq fizioloji sarılıq başlayır. 3 gündən 7-ci günündə pik nöqtəyə çatır. 10-cu gündə isə yavaş-yavaş azalmağa doğru gedir. Yəni valideynlər narahat olmamalıdır. Dediyim kimi mütləq həkim nəzarətində olmalıdır. Bəli. Çünki artıq bilirubinin miqdarının yüksək olması uşaqda ensefalopatiya, yəni gələcəkdə şikəstliyə səbəb ola bilər. Ona görə də mütləq həkim özü qərar verir. Bu hansı növ sarılıqdır? Sarılığın müəyyən növləri var. Həqiqətən də həkim təyin edir ki, bu fizioloji sarılıqdır, yaxud ana südündən asılı uzanmış sarılıqdır. Yəni onda belə həkim müəyyən günlərdə həmin 10 günü mütləq nəzarətdə saxlamaq lazımdır. Həm bilirubinin səviyyəsinə baxır, həm uşağın çəkisinə, qidalanmasına. Yəni əgər fizioloji sarılıqdırsa valideyn narahat olmamalıdır. Sadəcə olaraq düzgün qidalanma, tez-tez qidalanma ilə sarılığın səviyyəsini, yəni qanda bilirubinin səviyyəsinin düşməsinə səbəb ola biləcək. Amma mütləq və mütləq, çünki sadə fizioloji dediyimiz sarılıq bəzən uşağın beynində çox geri dönməz dəyişikliklərə səbəb ola bilər. Ona görə mütləq həkim nəzarətində olmalıdır. Ələxüsusda ilk bir ayında uşaqlar, yəni neonatoloqun, pediatrın nəzarətində olmalıdırlar ki, həm çəki artımı, həm qidalanması, yuxusu, bütün nəzarət altında olsun. Hər şey nəzarət altında olmalıdır. Pnevmoniya yaranma səbəblərindən istəyirəm biraz da danışaq. Bəzən valideynlər pnevmoniya yoluxucu bir xəstəlik kimi qiymətləndirirlər. Amma bildirmək istəyirəm ki, pnevmoniya hər hansı bir infeksion xəstəliyin, bakterial yaxud da viral infeksiyanın nəticəsi olaraq yaranır, ağırlaşması olaraq yaranır. Buna görə də valideynlərdən xahiş edirəm ki, əgər uşaqda hər hansı bir səhhətində dəyişiklik, yüksək temperatur, viral infeksiyanın ağırlaşması şübhəsi, əlaməti varsa, bilavasitə həkimə müraciət eləsinlər, özləri evdə müalicə etməyə çalışmasınlar. Həkim özü qərar verir və dərmanları, təyinatı düzgün, doğru şəkildə icra etmək lazımdır. Bu valideyn üzərinə düşən bir necə deyirlər, məsuliyyətdir ki, uşaq ağırlaşıb pnevmoniya olmasın. Ona görə yəni yenə də sözümə qayıdıram ki, həkimlə uşaqların sağlamlığında bilavasitə həkimin də rolu vacibdir. Profilaktik tədbirlərin görülməsi gələcəkdə inkişaf edən ağır fəsadların qarşısını alır. Son zamanlar mən bağçalarda da diqqət edirəm. Bəzi həkimlər də çaşbaşı qalır. Səpki ilə su çiçəyi qarışdırılır. Yəni əvvəl deyir su çiçəyidir, sonra bir həftə sonra deyir ki, yox, məyər su çiçəyi deyilmiş, səpki var imiş uşaqda. Deməli, bütün uşaq infeksion xəstəlikləri demək olar ki, viral infeksiyalar, kataral əlamətlərlə başlayır. Yəni eyni gedişata malik olur ilk öncə, sonra səpki dövrü başlayır. Səpkinin xarakteri çox fərqli ola bilər və yaxud da başlanma dövrü fərqli ola bilər. Son zamanlar bu infeksion xəstəliklər özləri mix infeksiya kimi özünü büruzə verir. Yəni bəzən müəyyən müddət gözləmək pozisiyasında oluruq və yaxud da analizlər tələb olunur ki, dəqiqləşdirmək bu hansı virus və yaxud da infeksiyanın nəticəsindədir. Ona görə yəni həkim özü təyin edir bu allergik səpkidir, məxmərə yaxud da hər hansı bir başqa allergikdir və xəstəlikdirmi? Son olaraq istəyirəm, sağlam uşaq böyütmək istəyən valideynlər mütləq nələrə diqqət etməlidir? Sağlam uşaq böyütmək istəyən valideynlər mütləq uşağın qidalanma, yuxu və mütləq fiziki aktivlik, təmiz hava və sosial, daha doğrusu emosional bağ. Valideynlər uşaqlara nizam-intizam öyrətməlidirlər. Bir-birinə əlaqədə, yəni sıx əlaqədə olmalıdır valideynlər. Uşaq valideynin qayğısını hiss etməlidir. Yəni qeyd şərtsiz sevildiyini hiss etməlidir. Anlayış görməlidir. Mütləq emosional bağ möhkəm olmalıdır. Xüsusən də yuxarı yaş uşaqlarda, yeniyetmələrdə.
Ona görə bu şeylərə diqqət etməlidirlər. Çox sağ olun gözəl Çox sağ olun. tövsiyələriniz üçün. Çox ən önəmli 5 faktoru qeyd etdiniz. Çox faydalı proqram oldu düşünürəm hər kəs üçün. Çox təşəkkür edirik şəxsən Siz sağ doktor. Və sağlam uşaq böyütmək valideynlərin gündəlik seçimlərinin nəticəsidir. Biz bu qərara gəldik. İstər qidalanma olsun, havada keçirdiyi zaman olsun, yuxu rejimi olsun, fiziki aktivlik olsun və emosional bağ olsun. Əziz valideynlər, unutmayaq ki, uşağa verilən ən böyük sərvət sağlam bədən və sağlam ruhun olmasıdır. Qarşıdan gələn Novruz bayramı münasibətilə də bütün dinləyicilərimizi təbrik edirəm. Süfrələriniz bol, evləriniz sevinç dolu, uşaqlarınız isə ən önəmlisi və biz özümüz də sağlam olaq. Növbəti valideyn saatında görüşənədək. Mən də təbrik edirəm hamını qarşıdan gələn bayramlar münasibətilə. Möhkəm can sağlığı, dünyamıza sülh, əmin-amanlıq, aydın səma arzulayıram. Çox sağ olun, təşəkkür edirik.